Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri, 4-cü siniflər üçün Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz çox rəqəmli ədədlərin toplanması 6-cı testin izahı ilə qarşınızdayıq. Birinci sualda yazır. Verilənlərə əsasən cəm neçə olar? Baxırıq ki, burada cəmin 5, A, B, C-nin cəmi 8-dir. Burada da A üstəgəl, B üstəgəl A 9-dur. 2 dənə A, bir dənə B, 2 dənə A, bir dənə B 9-dursa bura 9 yazırıq. Bir dənə A, bir dənə C, bir dənə B 8 isə bura 8 yazırıq. Bir dənə C, bir dənə A, bir dənə B, bu da 8 isə 8 yazırıq. O 889, 889 A variantı. 2-də yazır ki, ən kiçiyi 1057 olan 3 ardıcıl tək ədədin cəmi neçədir? Ardıcıl ədədlər, tək ədədlər arasında 2 vahid fərq var. 1057. Daha sonra gələr 1059. Daha sonra gələr 1061. 1059-u 3-ə vurmuş olsaq eləyəcək 3177. 3177 C variantında var. Bunların cəmi bir dəfəlik. Yəni siz hesablayarsınız alt-altda. 3-də yazır ki, A-nın yerində hansı rəqəm olmalıdır ki, bir də bunu deyim sizə, yəni bunu biləsiniz necə hesablanır. Ardıcıl ədədlər tək sayda olarsa, ortada duran ədədi onların sayına vursaq, onların cəmini taparıq. Bunu yaddan çıxartmayın. Yazır ki, A-nın yerində hansı rəqəm olmalıdır ki, cavab doğru alınsın. A-nın yerində hansı rəqəm olmalı ki, cavab doğru alınmış olsun? Burada baxırıq ki, 4 ilə 5-i toplamış olsaq, burada 8, əlbəttə 1 yadda qalıb. Deməli, burada 3-dür. 3-ün üstünə 5 gəlirik 8, o da bir 9 etmiş olacaq. Doğru cavab D variantı. Çünki 8 özü 2-dən böyükdür. 4-ün üstünə 9 gəlsək 13 eləyəcək zaten. Bu da heç bir şey, adi bir şeydir. Bu zaten yazılır burada. 4-ə baxırıq, ən böyük 5 rəqəmli tək ədəddən ən kiçik 2 rəqəmli ədədi, ən böyük 5 rəqəmli tək ədədə ən kiçik 2 rəqəmli ədədi əlavə etdikdə neçə alınır? Ən böyük 5 rəqəmli ədədimiz 999.999-dur. Burada rəqəmləri müxtəlif demir. Ən böyük 5 rəqəmli tək ədəddir. Bunun da üzərinə ən kiçik 2 rəqəmli ədədə gəlsək 10 gəlmiş olaraq. 10 da gəndə 100.900 etmiş olur. Doğru cavabımız B variantında verilmişdir. 5-də yazır ki, n 244 olarsa 2356 üstəgəl n üstəgəl 3500 ifadəsi neçəyə bərabərdir? Birinci biz məlumları toplayaraq, da zaten n də məlumdur. Yazırıq 2356 üstəgəl 3500 üstəgələnsin 244. 44 ilə 56 100 eləyir. Sıfırları yazaq burada. 1 yadda 2, 3, 5, 10 o da 1, 11, 2, 3, 6, 6100 C variantı. Növbəti 6 nömrəli tapşırığa keçək. Buranı da belə silək zaten. 6-da yazır ki, n çıxılsın 1240 bərabərdir. 1289 ifadəsində n-in qiyməti hansıdır? Məhsul azalanı tapmaq üçün fərqlə çıxılanı toplamış oluruq və 1289-un üzərinə 1240-ı gəlmiş olarıq. 89 ilə 40-ı toplamış olsaq, yiyəcək 129. 29 yazırıq bir yadda. 12, 12, 24, o da bir 25. 2529. 2529 da A variantında var. 7-də yazır ki, kvadrat və üçbucağın yerinə hansı riyazi işarələr yazılmalıdır? Əlbəttə. Birincisində çıxma 342-dən 105-i çıxmış olsaq 237. 237-nin üzərinə də 500, 237-nin üzərinə 518-dən 400-ü çıxsaq 237 çıxma ola bilməz. Çünki 200-dən burada 100 qalmış olur. Toplasaq 500-dən. Toplasaq bunların hər ikisini, bu da olmaz. Yəni zaten A və B deyil. Z-yə baxırıq, bunları toplamış olsaq 400, üzərinə də 100 gələ bilərik. Tamam, bu olar. 7, yəni bunu toplasaq eləyəcək 447. 447-nin üzərinə də gəlirik 115-i. 447-nin üzərinə 115 gəndə 562 edir. Deməli, burada üstəgəl, burada da çıxmış olarıq.
Doğru cavab da C variantında verilib. 8 yazısı diaqrama görə cəmi neçə oyuncaq var? Diaqrama görə cəmi neçə oyuncaq var? Oyuncaqların sayı demək maşında eləcə neçə? 10.120. 10.120. Üstə gəlmiş olaraq 10.140. 10.140. Daha sonra gəlirik 10.160. 10.160. 20-26. 10.180 və 10.200. 10.200. Vurmanı bilmiş olsaq əgər, biz bilirik ki, tək saydadır 5 dənədir və 10.160-ı vurmuş olsaq 5-ə, bu da 50.800, daha doğrusu düzmü hesablamadıq. Baxın, burada 160, 140. Hə, 4 dənədir, mən 5 dənə yazmışam. Bir dənə gözlə, bunu çıxaq. Elə bildim ki, burada bunda qiyməti var. Deməli, 10.120, 10.140, 10.160, 10.180 yoxdur axı. 80 yoxdur, bunu çıxırıq buradan. 10.200 gəlmiş olarıq. Yine toplasaq 60, 70 olur. Burada 4, 70 olacaq. Burada da 30, 70 olur. 30.460. 30.460 yoxdur axı. Bir dənəsini yazmamışam indiki. Hansını yazmamışam? Az öncə nəyi sildim? Üzrü sayasız. Deməli 120, 140, 160'ı yazmamışam. 10.160, 10.200. Neyse, gəldik, düzəldik. 120, 20 yazırıq. Bir yadda 3, 2, 5, o da bir 6. 620 olan zaten B variantıdır. Bu da 40.000 olmuş olur. 40.620. Biraz fikrimiz yayandı. 9'a baxırıq. Yazır ki, 7.000'lik, 3 onluq, 1 təhlik, 2 yüzlük, 6 onluq ifadəsi cavabı aşağıdakılardan hansıdır? 7.000'lik, 7.000. Burada minlikdən sonra yüzlük gəlir. Yüzlük var. 2 yüzlük var. Yüzlükdən daha sonra yenə də 6 onluq. Bu da 3 onluq var. 9 onluq eləyir. Bu da 9 yazmış oluruq. Bir dənə də təhlik var. Təhlikdə 1 yazmış oluruq. O da 7291. 7291 D variantı. Ona baxırıq ki, sual işarəsinin yerinə yazılacaq rəqəmin mərtəbə qiyməti neçədir? Sual işarəsinin yerinə yazılacaq rəqəmi tapmalıyıq. Burada baxırıq ki, 500-ə gəlir 9 yadda qalmayıb. 6-ın üstə neçə gələndə 3 edir. 3 olmaz, 13 olar. Çünki 6 özü 3-dən böyükdür. Burada 7 olur və qiyməti də yüzlük mərtəbəsində olduğuna görə 700-dür. 11-də yazır ki, ən böyük 4 rəqəmli cüt ədədlə ən kiçik 3 rəqəmli tək ədədin cəmini tap. Ən böyük 4 rəqəmli cüt ədəd olacaq 9998. 4 rəqəmli cüt ədədi yazıq. Rəqəmləri müxtəlif demir. Ən kiçik 3 rəqəmli tək ədəd. Ən kiçik 3 rəqəmli tək ədəd də 101-dir. Bunların cəmini istəyir. Biz də cəmləyirik bunları. 9, 9. Burada da olacaq 100.000. 100.000 deyirəm. 10.099. 10.099 A variantında 100.000 deyirəm. 100 olur. 12 yazı cəm neçədir? 22.605, 12.559, 605 ilə 559 edəcək 1164. Bu da 12.000, 22.164, 164 axırı budur. Toplasaq 34, bu da olacaq neçə? Alt-alta hesablamanı yəqin ki, rahat şəkildə bilirsiniz. Bir daha buradan deyim sizə, yəni bəlkə bəziləri bilmir. 22.605 üstə gəlinsin 12.559. Təhlikdən başlayaraq 5-in üstə 9 gəndə 14. 4 yazırıq. 1 yadda. Çünki 2 rəqəmli olursa təhliyin yazırıq, onluğu yadda qalır. 0, 5, eləcə 5, o da 1, 6. 6 ilə 5, 11, 1 yazırıq, 1 yadda. 2 ilə 2, 4, o da 1, 5. 2 ilə 1, 3 etmiş olur ki, bu da 35.164 yazmış ora. 13 yazır ki, modeldə verilmiş ədədləri cəmini tapın. Modeldə verilmiş birinci ədədə burada yazaq ki, 10 minliklər mərtəbəsi olacaq 4, minliklər 2, yüzlüklər 5,
onluqlar 3 və təhliklər mərtəbəsi də 5 olmuş oldu. Daha sonra baxırıq ki, burada yenidən 10 minliklər mərtəbəsi olacaq 1. Burada baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8. Burada 3, burada 3. Burada da 1, 2, 3, 4, 5, 6, 7. 7. Və bunların cəmini istəyir bizdən. Cəmləyirik. 5 ilə 7. 12, 2 yazırıq. 1 yaxda 3, 3, 6. O da 1, 7. 5, 3, 8. 2, 42 ilə 18, 60 edir. Bir dəfə yazırıq. 60.872. 60.872 də C variantında var. 14-cü suala baxırıq. Ya ki, fabrikdə birinci il 63.450 cüt ayaqqabı, ikinci il isə 61.890 cüt ayaqqabı istehsal olundu. Fabrikdə 2 ildə cəmi neçə cüt ayaqqabı istehsal olundu? 63.450 üstəgəl 61.890. Bunları toplasaq 50 ilə 90 eləyəcək 140, 40 yazırıq bir yadda. 4 ilə 8, 12 o da 1, 13, 3 yazırıq. Bir yadda 63 ilə 1, 4 o da 1, 5 və burada da 12. 125.340, 125.340 da A variantında var. 15-də yazır ki, verilən rəqəmlərdən bir dəfə istifadə etməklə düzələn ən böyük 5 rəqəmli ədədlə ən kiçik 5 rəqəmli ədədin cəmi. Ən böyük yazırımsa 5 yazaram, sonra 4 yazaram, sonra 3 yazaram, 2 yazaram, 0 yazaram. Burada cüt və tək istəmir bizdə. Bundan sonra da ən kiçik yazıramsa 2, 0, daha sonra 3, sonra 4, sonra 5 yazaram. 20, 45, 65, 43, 0, 3, 46, bu da 7. 74.665, 74.665 B variantında var. Boş xanaya uyğun gələn ən böyük ədədlə ən kiçik ədədin cəmi neçəyə bərabərdir? Boş xanaya yazılacaq ən böyük ədəd. Ən böyük ədəd bil ki, 36.882-dən kiçikdir və bu olacaq 36.881 etmiş olur. Ən azından bir vahid kiçikdir. Ən böyüyü budur. Ən kiçiyi isə bilirik ki, 13.514-dən bir vahid böyükdür. Bu da 13.515 etmiş olur. Bunları toplasaq 96, sonu 96 olan 2 dənə variant var. 8 ilə 5 eləyəcək. 13, 3 yazırıq. 1 yadda 6, 3, 9 o da 1. 10, 0 yazırıq. Bu da 5 etmiş olacaq. 50.396. 50.396 da D variantında var. Bu qədər növbəti izahla qarşınızda olaraq hələlik sağ olun.